təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Ramazan ayının artıq demək olar ki, son günləridir. Son 10 günlükdir və son günləridir. Allah Taala inşallah bizə gələn Ramazanı nəsib etsin. Allah Taala bu Ramazanda etdiyimiz bütün ibadətləri qəbul etsin. Və biz Ramazan ayı barəsində danışdığımız zaman dedik ki, bir sıra xeyir əməllər var ki, digər aylardan fərqli olaraq Ramazan ayında onların savabı daha çoxdur və həmin əməllərin bəzisi barəsində danışmışdıq. Onlardan biri də bağışlamaqdır, rəhm etməkdir. Allah Taala Quran-ı Kərimdə rəhm etmək barəsində, bağışlamaq barəsində bir neçə yerdə, ayələrdə buyurur. Hələ ayələrə keçməzdən öncə rəhm etmək hələ bizim xalqımıza məxsus olan xüsusiyyətlərdəndir. Bizim cəmaatımıza, bizim insanlara məxsus olan xüsusiyyətlərdəndir rəhm etmək, bağışlamaq. Və Allah Taala Quran-ı Kərimdə öz bağışlamağı ilə yanaşı insanlara da bir-birlərinə güzəşt etməyi, bir-birlərinə bağışlamağı, rəhm etməyi buyurur və o ayələrdən biri budur ki, Allah Taala buyurur ki, "Əllezîne yunfiqûne fis-sərrâi və-zərrâi." O kəslər ki, maddi və mənəvi çətinlik zamanında infaq edirlər, yaxşılıqlar edirlər. Allah Taala buyurur ki, "Vəl-kaziminəl-qeyz." Qəzəbləndikləri zaman öz qəzəblərini udurlar. Vəl-kaziminəl-qeyz. Vəl-afinə ənin-nəs. İnsanları bağışlayırlar. Vallahu yuhibbul muhsinin. Allah yaxşılıq edənləri sevir. Bu ayə imamlarımızın həyatına diqqət etdiyimiz zaman dəfələrlə şahid oluruq ki, imamlarımıza qarşı hər hansısa bir səhv hərəkət olduğu zaman imamlarımız bu ayəni oxuyurdular. O həmin qarşı tərəfə qarşı bu ayəni oxuyurdular və onları bağışlayırdılar. Yaxud başqa bir ayədə Allah Taala buyurur ki, Peyğəmbər səndən soruşarlar. Və yəsəlunəkə məzə yunfiqun. Səndən soruşarlar, nədən biz infaq edək? Nədən biz sədəqə verək? Nədən biz yaxşılıq edək? Qulil əf. Peyğəmbər onlara de, bağışlayın, rəhm edin, bağışlayın. Başqa bir kəlamında Peyğəmbərimizin buyurur ki, o kəs ki, rəhm etmir, ona rəhm olunmaz. Rəhm etməyənə rəhm olunmaz. Və bilirik ki, Peyğəmbər sallallahu özü rəhm etmək barəsində Allah Taala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Peyğəmbər rəhmət peyğəmbəridir. Peyğəmbər aləmlərə rəhmət olaraq gəlib. Peyğəmbərimiz Taifə gedib İslam dinini təbliğ etməyə Taif cəmaatı Peyğəmbərə əziyyət edir. Daş atırlar. Peyğəmbərə əziyyət eləyirlər. Və Peyğəmbər sallallahu Taifdən qayıdandan sonra cəmaat Peyğəmbərimizə buyurur ki, nə üçün Taif cəmaatına bəddua etmədin? Nə üçün onlara bəddua etmədin ki, Taif iki dağın arasında yerləşir, iki dağ birləşərdi, o cəmaat da məhv olub aradan gedərdi. Peyğəmbərimiz bu ayəni oxuyur ki, Allah Taala məni rəhmət olaraq göndərib. Və mə ərsəlnəkə illə rəhmətən lil-ələmin. Aləmlərə rəhmət olaraq göndərib. Və Peyğəmbərin həyatında da şahid oluruq ki, ən böyük bağışlamaq, ən böyük rəhmi Hz. Peyğəmbər sallallahu kimə edib? Əmisi Həmzənin qatilinə edib. Peyğəmbərimizin ən əziz adamlarından idi. Ən çox istədiyi insanlardan biri əmsi Həmzə idi ki, Uhud döyüşündə şəhid olur və onu çox faciəvi şəkildə şəhid edirlər.
Çox faciəvi şəkildə. Peyğəmbərə o qədər təsir edir Həmzənin şəhid olması ki, Həzrət buyurur ki, Həmzəni kim qətlə yetiribsə, əmim Həmzənin qisasını özüm alacağam. Bütün şəhərə, bütün el-aləmə bu xəbər yayılır. Və o həmin qatil Vəhşi adında bir şəxs idi. Adı da Vəhşidir, gördüyü işdə büzür. Bilir ki, bütün şəhərdə onu axtarırlar, hər yerdə onu axtarırlar. Özü gəlir Peyğəmbər sallallahu yanına. Deyir ki, ey Allahın Rəsulü, mən sizin əminiz Həmzəni qətlə yetirənəm. Peyğəmbər sallallahu buyurur ki, sən nə cürətlə mənim qarşımda bu sözü deyirsən? Sən nə cürətlə dayanıb mənim qarşımda bu sözü deyirsən? Dedi, Peyğəmbər, sizin rəhmətinizə sığınıb gəlmişəm. Eşitmişəm, bilirəm ki, siz nə qədər mərhəmətli insansınız. Peyğəmbərə bu cür deyir. Mən də sizin mərhəmətinizə sığınıb gəlmişəm. Mən tövbə eləsəm, Allah Taala mənim tövbəmi qəbul edər. Həzrəti Peyğəmbərin tarixdə bağışladığı böyük hadisələrdən biridir bu həmin hadisə. Həzrəti Peyğəmbər buyurur ki, get Allah sənin günahlarını bağışlasın. Amma gözümə görsənmədin. Peyğəmbər sallallahu o həmin şəxsə bu cür deyir. Bəzi yerlərdə qeyd olunur ki, şəhərdən çıxır gedir. Bəzi yerlərdə olur ki, harada ki Peyğəmbər sallallahu danışmağa başlayırdı, o elə yerdə dayanırdı ki, Peyğəmbər onu görməsin. Bəs şahid oluruq ki, Peyğəmbərimizin zamanında Həzrəti Peyğəmbərin həm feylən, həm də sözlə göstərdiyi rəhmətin mənası bax budur. İmam Əli əleyhissalamın həyatına diqqət etdiyimiz zaman və digər imamlarımızın həyatına baxdığımız zaman görürük ki, həqiqətən onlar nə qədər rəhimli insanlardılar, nə qədər rəhm edirlər. Və möminlərin xüsusiyyəti barəsində Allah Taala Qurani-Kərimdə buyurur ki, ruhəməu beynəhum. Onlar öz aralarında çox mərhəmətlidirlər. Onlar öz aralarında çox rəhimlidirlər. Əşiddəu aləl kuffər. Kafirlərə qarşı isə sərtdirlər. Kafirlərə qarşı isə şiddətlidirlər. Və möminlərin xüsusiyyətlərini Allah Taala rəhimli olmaq kimi Qurani-Kərimdə göstərir və İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsində o həmin tarixi hadisəni dəfələrlə siz eşitmisiniz. İmam Hüseyn əleyhissalamın yolunu kəsən Hür tövbə edir və İmam Hüseyn əleyhissalamın yanına gəlir. İmam Hüseyn əleyhissalam onu bağışlayır və bu həmin şəxslər bağışlamaqla, rəhm etməklə daha da ucalıblar. Daha da çoxalıblar, daha da çox tanınıblar. Və bu günləri bu xüsusiyyət daha çox insanlara lazım olan xüsusiyyətlərdəndir. Çünki son dövrlərdə insanlarda olan aqressiya, insanlarda olan müəyyən əsəb sistemlərinin pozulması onları rəhimli olmağı unutturub. Ona görə hər bir vəzlə çalışmalıyıq ki, bu həmin müqəddəs, mötəbər, görkəmli şəxsiyyətlərin həyatında olan gözəl nümunələri öz həyatımızda tətbiq edək. Bütün insanlara qarşı rəhimli olmağı elə Ramazan ayında öyrənirik. Nəinki insanlara qarşı, hətta bizim dinimizdə heyvanlara qarşı rəhimli olmaq var. Bizim şəriətimizdə heyvanlara qarşı mərhəmətli olmaq var. Diqqət etsək, şəriət hökmlərində qeyd olunur ki, o su tapılmayan zaman ki, təyəmmüm etmək vacibdir, təyəmmümlə ibadəti yerinə yetirmək lazımdır. Deyir, əgər ki, o sunan sən dəstəmaz alacaqsan, heyvan susuz qalacaqsa, sən torpaqla təyəmmüm etginə, suyu heyvana verginə. Yəni, dinimizdə təkcə insanlara qarşı yox, bəlkə hətta heyvanlara qarşı belə bütün məxluqata qarşı rəhimli olmaq buyurulur və inşallah Allah Taala bizləri rəhimli bəndələrindən qərar versin. Allah Taaladan duamız budur ki, inşallah Allah Taala
bizlərə öz rəhmətindən lütf inayət etsin. Allah Taala həm dünyada, həm axirətdə bizi rəhm olunan bəndələrindən qərar versin inşallah. Allaha and veririk öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala cümləmizin aqibətini xeyirli etsin. Allah Taala dünya və axirətimizi salamat etsin. Allah Taala dünya və axirət çətinliklərindən cümləmizə nicat versin. Allah Taala bu müqəddəs ay, bu müqəddəs gün hörmətinə günahlarımızı əfv edib tövbələrimizi qəbul etsin. Allah Taala inşallah qəlbimizi Quran nuru ilə, iman nuru ilə münəvvər etsin. Allah Taala İmam Zaman əleyhissalamın qəlbini bizdən razı etsin. Allah Taala bizi o Həzrətin zuhuru üçün hazır olanlardan qərar versin. Allah Taala ardıcıl dualarımızı, salam və salavatlarımızı İmam Zaman əleyhissalama çatdırsın. Allah Taala şəhidlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala qazilərimizə və bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala inşallah hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə və dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv etsin. Allah Taala ən xeyirli, ən gözəl duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah.